Əziz izləyicilərimiz, xatirələrdə əbədi yaşar Bərdələr layihəmiz davam edir. Bugün də Bərdənin Qaradəmirli kənd qəbirstanlığındayıq. Yusif Xanlaroğlu Abdullayev 1932-ci ildən olub, 2013-cü ildə rəhmətə gedib. Bu günlərim elimizin dəyərli, el hörməti qazanmış övladlarından biri qəbrini ziyarətə gəlmişik. Özümüzə boş bilə-bilə unudulmaz Bərdələr başlığı altında çəkilən çəkilişdə iştirak eləməyə gəlmişik. Bərdədə el hörməti qazanan, hörmətli, sayılan, seçilən kişilər çoxdur. Onlardan biri də rəhmətli Yusuf əmidir. Yusuf əmini həyat belə gətirib ki, mən yeniyetməli baxımdan tanıyıram. Çox dostu olan adam idi. Yəni mən indi deyəcəm nəyə görə tanıyıram. O demək deyil ki, dostu tək onlar idi. Əliqulu kişi var idi. Tanrı vardı, onlar da iki qardaşlar, mehriban qardaşlardı. Köçəri var idi, sonra Gülməmmət var idi. Bunlar hamısından dostluq edirdilər. Ən əsası da yaylaqda müəyyən dövrlərdə bir yerdə olurdular. Mən də yaylaqda yeniyetmə vaxtlarımdan da uşaq vaxtından bəlkə də tanımışam, amma o şuurumda qalmayıbdı, orada qalıbdı. Hətta belə bir xatirə çəkib bunun nüfuzuna aiddir, hörmətinə aiddir. Həmən o Tanrıqulu əmi dediyim adam cavan vaxtı yaylaqda bir Bərdənin nüfuzu, Bərdə cəmaatının hələ burası qeyd edeyim, xatirədir. Bir hissəsi, əksər hissəsi Kəlbəcər tərəfə yaylaqlanır, gedirdi. Az bir hissəsi də Uşaq tərəfə. Amma mal, heyvan saxlayanlar o vaxtda hamı saxlayırdı. Hamının həyatına, bacasına var idi. Bunlar ayaqları bu tərəfə idi. Bax, oradan xatirimdə qalan o deyil ki, orada mən görmüşəm bunları, kimliyim bilmişəm. Yaylaqdakı nüfuzu da görmüşəm. Həyatım belə gəldi ki, sonra Abdullayevlərdən Nadir müəllimə rastlaşdım. Ondan qabaq Rasim müəllimin kimliyini bildim. Məsələn, bir dəfə əmim danışdı, o da Qazaq seminariyasını qutarmışdı Hüseyin müəllimə bir dövrdə. Dedi, bax indi kimi yadımdadır. Dedi ki, Bərdədə sacdüyənlərdən Hüseyin müəllim var. Biz onunla birdə oxumuşuq. Onda bildim ki, o Bərdədə Qaradəmirçilərə Bərdəyə gəlməmişəm. Bir təyinatımız adım yoxdur. Onda bildim ki, burada Bərdədə sacdüyənlər tayfası da var. Bir şey, xatirəm bildim. Amma Yusuf müəllimlə əminlə əlaqəm kəsilməmişdi. Görüşür, yeriydi. Xüsusilə də Nadir müəllimlə tanıyandan sonra Nadir müəllim mənim həyatımda rol olur. İnsan kimi formalaşmamda. Nadir müəllimlə sonra görəndə gördüm ki, qohumdular, nətərdir, filandır, bəşməkandır. Bunları gördüm. Sonra Nazım Abdullayevlər dostluğumuz başladı. Elə o səbəblərdən onu da Rasim müəllim məni ona tanıtdı, onunla bana tanıtdı. Sonra da elə uyğun gəldik. Yəni Abdullayevlər nəsli məndən ötürü əziz adamlardılar. Bu dəyərli kişilər bizim yanımıza çıxmamalıdır. Bunu da Bərdə Ağsaqqallar Şurası unudulmaz Bərdələr adı altında elə çəkilişlər aparır. Həmin yadigar qalsın, istəyən görsün, oxusun, bilsin və onlardan da nümunə ötürsün. Allah rəhmət eləsin qənim-qənim unudulası kişilərdən, unudulası insanlardan deyirlər. Çox şükürlər olsun ki, onları əvəz edən övladlar böyüdüblər. Onlar da elə el hörməti qazanmış, respublika tanınmış adamlardılar. Bir saymıram, Natiq müəllim yanımızdadır. Nazım müəllim hamı tanısın, hamını tanıdıqlarının adı çəkirəm. Fazil həkim kimi hamı tanıyır. Yəni bu kişilərin, Abdullayevlər nəsildən çıxanlardan hamısı el hörməti qazanmışdır. O yerdə qalanlar da sağ olsunlar ki, atalarının, babalarının qoyduğu yolla biraz onların hörmətlərinin üstünə hörmət qoyurlar. Allah bir daha rəhmət eləsin, yerləri behişt olsun. Mən Yusuf əmini 77-78-ci illərdən tanıyıram. Yusuf əm həmişə xeyirxah insan, xeyirxah əməllərlə tanınan bir insan olur. Allah Abdullayev nəslindən dünyasını köçənlərə rəhmət eləsin. Bunlar böyük nəsildir. Bir gün də bu nəslin davamçıları var. Natiq müəllim kimi, Bərazi Zamanov da dedi. Allah hamısına can sağlığı versin. Fəxr eləməli nəsildir.
Biz də bu nəsillə, nəslin gənclərinə fəxr edirik. Bismillahirrahmanirrahim. Allah Yusuf əmiyə qəni-qəni rəhmət eləsin. Mən Yusuf əmi 90-cı ildən tanıram. Qaradəmirçi kəndi çox məşhur kətdir. Çünki bu kətdə çox ziyalılar yetişib və ziyalılardan da bir Abdullayevlər ailəsidir. Və Yusuf əmi də xeyirxah bir insan kimi, cəmiyyətin içərisində böyük hörmət sahibi olduğuna görə də həmişə onun yolunu saxlamışam, saxlayırıq da. Bu günlərdə onun məzarı önündə yad edirik, anırıq. Allah ruhunu şad eləsin. Bu gözəl bir tendensiyadır ki, bu günləri dünyasını dəyişmiş, zəhmətkeş, əziyyət olan, xalq içində hörmət olan insanlarımızı bu günləri yeni nəslə, yeni gənc nəslə tanıdaraq ki, belə xeyirxah bizim ağsaqqallarımız olub. Mən də bugünkü gün bu ziyarətgahdan çox məmnun oldum. Yusuf əmin Allah məkanını cənnət eləsin. Bu insan bizə Natiq qardaşımız kimi bir övlad qoyub gedib. Bugün nəinki Bərdəllər, onu istər yaxın Bakı, Respublikadan kənarda insanlar hamısı ondan fəxr edir. Mən bunun canlı şahid olmuşam uzaq yerlərdə olanda. Natiq mənim sağ ol, biz çox şadlıq gəldik, ziyarət elədik bu atamızı. Allah rəhmət eləsin. Bərdəli Ağsaqqallar Şurasının Xatirələrdə Əbədi Yaşa Bərdəlilər layihəsində növbəti tədbirimiz Yusuf əminin qəbri üstədir, onu ziyarət edirik. Yusuf kişini mən 80-cı illərdən tanıyıram. Bizim qonşuda onun qaynı olurdu. Orada gəlib gedib, orada görüşürdük, söhbət edirdi. Mən onun nə qədər dərin bir adam olduğunu onda gördüm. Allah ona rəhmət eləsin. Bir gün biz bu xatirələrdə olan insanları yad etdiyimiz üçün, yəni biz böyük çox, mən də burada iştirakımı çox şərəf bilirəm özümə. Allah ona rəhmət eləsin. Övladlarına can sağlığı versin ki, belə bir tədbirin həyata keçirməsində fəallıq göstəriblər. Allah rəhmət eləsin. Abdullayevlər nəsli böyük nəsildir. Həmin nəslin ağsaqqalı Yusuf əmidir. Allah onun ruhunu şad eləsin, yerini behişt eləsin. Yerdə qalan övladlarının canını sağ eləsin. Natiq müəllim başda olmaqla gözəl övladlar qoyub gedibdir. Allah onlara xoşbəxt eləsin. Gələcəklərini yaxşı eləsin. Tanınmış, hörmətli yoldaşlardır. Həmin nəslin nümayəndələridir. Bugün Yusuf əmini gəlib burada ziyarət etmək bizim üçün daha xoşdur. Biz 2-ci Qaradəmdə, o əsas Qaradəmdə də, bu kətdə də, hal-hazırda da biz qonşu olmuşuq, həm də qohum olmuşuq. Mənim lap uşaqlıq vaxtımdan biz bir yerdə olmuşuq. Yusuf əmi özünün xüsusiyyətləri ilə həmişə fərqlənirdi. O uşağa, böyüyə, hamıya, o necə deyim, xoş rəftarı ilə, xoş xasiyyəti ilə həmişə qayğı göstərir. Bu kişinin evi həmişə qonaqlı qaralı olubdur. Bu bizim hamısı yadımızdadır. Həmişə yaxşı dostları olub, gələni gedəni çox olub. Bu bunun hörmətinə görə olub, bunun izzətinə görə olub, sözünün bütövlüyünə görə olub. Mən də qoşuluram sizlərə, mən də deyirəm, Allah rəhmət eləsin. Bu günlərim bizim üçün də xoşdur. Yusuf əminin evində Natiq kimi bir övlad böyüyübdür. Eyni zamanda onun bacıları da, qardaşı da, hamısı özlərinin səmimiyi ilə həmişə mehriban olublar. Həmişə də bizim bu mehribanlığımız davam edibdir. Mən bugün Rayon Ağsaqqallar Şurasına, bura gələn yoldaşlara dərin təşəkkürümü, minnətdarlığımı bildirirəm. Ona görə ki, bugün mənim daimi ziyarət edirlər. Yusuf Abdullayev mənim doğma daimdir. Natiq mənim daim oğludur. Bacıları buradadır, Mətanət Yeganə, nəvəsi buradadır, Nihat. Bunlar hamısı mənim əzizlərimdir. Deməli, mənim əzizlərimi yad eləyənlər mənim əzizlərimdir. Mən bir daha hər birinizə təşəkkür edirəm ki, bu günlərim mənim daimi yad eləmişsiniz. Hər birinizin ölənlərinizə rəhmət. Bizim Eldovada çox gözəl ağsaqqal insanlar var. Atam da onlardan biridir. Çox təşəkkür edirəm ki, bugün Bərdəli Rayon Ağsaqqallar Şurası özünün həyata rayonda keçirdiyi layihə çərçivəsində eyni zamanda mənim atamın da ziyarətini bu planla daxil edibdir. Hər bir kəsə ayrı-ayrıqda təşəkkür edirəm. Axundumuz sizə xüsusi təşəkkür edirəm. Və biz də çalışırıq ki, atamızın adına layiq olan bir övlad bulaq. Nə mümkündür onu əlimizdən gələn etməyə çalışmışıq. Bundan sonra da çalışacağıq. Hər birinizə ayrı-ayrıqda təşəkkür edirəm. Çox sağ olun. Çox sağ olun.